Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Respublika ərazisində təmiz hava aylığı başlayıb. Tədbirin rəsmi məlumatına görə, aprelin 25-də start verilən aylıq mayın 15-nədək davam edəcək. Birgə həyata keçirilən bu tədbirin əsas məqsədi atmosfer havasının çirklənməsinin qarşısının alınması, nəqliyyat vasitələrindən ətraf mühitə atılan zərərli tullantıların azaldılması, ekoloji təhlükəsizliyin təmin olunması və əhalinin daha sağlam ətraf mühitdə yaşamasına töhfə verməkdir. Aylıq çərçivəsində yol polisi əməkdaşları ekoloji normalara cavab verməyən, normadan artıq tüstü və zərərli qaz buraxan nəqliyyat vasitələrini müəyyən edərək qanunvericiliyə uyğun tədbirlər görəcəklər. Eyni zamanda sürücülərlə maarifləndirici söhbətlər aparılacaq və nəqliyyat vasitələrinin vaxtında texniki baxışdan keçirilməsinin, saz vəziyyətdə saxlanılmasının vacibliyi diqqətə çatdırılacaq. Daxili İşlər Nazirliyinin mətbuat xidməti bütün sürücülərə müraciət edərək bildirib. Sürücülərdən nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağı və atmosfer havasının qorunmasına dəstək olmağı xahiş edirik. Bütün yol hərəkəti iştirakçılarına təmiz hava aylığı tədbirlərinə töhfə verməyə çağırırıq. Bu cür təşəbbüslər ətraf mühitimizin qorunmasında hər bir vətəndaşın fəal iştirakını vacib edir.